Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün dekabrın 11-idir və Beynəlxalq Maliyyə Birjasında nələr baş verəcək? Yəni bildiyiniz kimi dünən səhər saatlarında biz dərc etmişdik. Yəni xəbərlər, Amerikada çıxan xəbərlər, təbii ki, axşam saatlarında çıxan xəbər bankosot stavkaları 4% idi və proqnozlar 3.75-i göstərirdi. Eləcə də xəbər eləcə də çıxsa belə, amma dolların zəifləməsinə gedib çıxartdı və qızıl, euro dollar, funt dollar sürətlə yuxarıda, hətta neft belə sürətlə yuxarı doğru istiqamətə davam etdirdi. Yəni bu xəbərdən 15 dəqiqə ərzində qızıl 25 dollarlıq yüksəlişlə nümayiş etdi və 2-15 dəqiqədən sonra 37-38 dollara enməsinə baxmayaraq yenidən sürətlə yuxarı doğru 57 dollar qalxdı və dünən Siqnal kanalında bizim paylaşdığımız bütün əməliyyatlar gəlir nəticələndi və hətta sonuncu 4220-dəki olan alışlar da mükəmməl bir gəlirlə nəticələndi. Bugün nələr baş verəcək? Qızılda 4220-dən yenidən alış əməliyyatları gələcək və təbii ki, take profitlər 4200 hələlik 30-35'lərdir. Erkən satışlar isə əsas satışlar 4195-dən, erkən satışlar isə 4207-lərdən gələcək. Keçək biz Bitcoin-ə. Bitcoin də xəbərdən dərhal sonra gecə saatlarından saat 7 saatdan 23:00-da olan xəbərdə Bitcoin sürətlə yuxarı doğru istiqamətlə davam etdirməsinə baxmayaraq, yəni biz 93-də bay əməliyyatlar demişik, 94-500-lərə qədər qalxdı və buna baxmayaraq, yəni 5000 bugün səhərə qədər 5000 dolları bir dəyər etirdi. Bugün alışlar 90.500-lər, satışlar isə 89.500-lərdir. Keçək biz neftə. Neft Amerikanın birinci xəbərində, yəni birinci yarı saat 17:30-dakı çıxan pis xəbərində belə neft zəifləməyə doğru istiqamət aldı. Buna baxmayaraq 1 dollar dəyərdir, amma axşam saatlarına qədər qiymət 1 dollar 30 sent dəyər qazanaraq yuxarı doğru istiqamətə davam etdi. Həmin bu xəbər Amerikada çıxan xəbər, baxmayaraq ki, proqnozların eyni idi, amma dollara zəiflədi. Yəni euro dollar, funt dolları, qızıl, neft sürətlə yuxarı doğru istiqamətə davam etdirdilər. Və keçək biz bugün neftdə nələr var? 62-70'lərdən baylar olacaq. Çox üzr istəyirəm. 62-20'lərdən aşağı formasında satışlar, 62-75'lərdən sonra isə alışlar gələcək. Funtun dollar rəqabətinə gəldidə isə funtun dollar rəqabəti dünən xəbərə gedir və xəbərdən sonra 1000 pips yuxarı doğru istiqamətə davam etdirdi. Və yuxarıdakı hədəfləri nəzər çatdırım. Yəni bu gedişlə 1.34 150'lər, 34 950'lər və 35 700'lərə kimi bir hədəf görsənir. Amma təhlükəli zonalar var. Aşağıda 1.33 siqnallar gəlsə 1.33 400, 1.33 200'lərə qədər gəlməsi gözlənir. Euro dollar rəqabətində isə təbii ki, bu da dəyər qazanır, yuxarı doğru istiqamətlə davam etdirir. Hədəflər 1.17 300'lər, 1.17 800'lərdir. Təbii ki, qarşıda bir müqavimət xətti var. Ondan sonra formalaşsa gedir. Satışlar 1.16 800'lər, alışlar isə 1.17'lərdir. Keçək biz Nasdaq, S&P, Dow Jones və DAX-a. Bunlar nə edəcəklər? Ümumiyyətlə, dünənki xəbərdən sonra bunlar istiqamətdən yuxarı doğru istiqamətdən davam etdirsələr belə qiymət deyək ki, bir neçə saatdan sonra xəbərdən bir neçə saat, yəni korreksiyalar verir, dərin bir korreksiya. Bugün səhər saatlarında korreksiyalar verdi. Və amma Dow Jones'la DAX üçün biraz təhlükə yaratmır, amma Nasdaq, S&P üçün, yəni satış əməliyyatlarını harda verir. Ümumi istiqamətlər yuxarıdır hər dördündə, amma Nasdaqın satış əməliyyatları 25.325'lərə diqqət etmək lazımdır. S&P'də isə 6.805'lərə diqqət etmək lazımdır. Yəni dönüş nöqtəsi, yəni əgər Dow Jones belə aşağı gəlsə belə, dönüş nöqtəsi, yəni 47.620 olsa belə satışlar, amma dönüş nöqtəsi 47.723'lərdir. Yəni və eyni zamanda DAX üçün satış əməliyyatları 23.965'lərdir. Amma DAX dediğin Dow Jones'dan hələ ümumi istiqaməti yuxarı doğru hədəfinə davam etdirmək istəyirlər. Belə əzizlərim, inşallah görüşmək ümidilə, sağ olun.